Yəni burada budur ki, İsrailə də bir mesaj ki, İsrailə gəlirsən Azərbaycana, Azərbaycan dövlətinin yürütdüyü bu son bu bir ildə özəlliklə Qazza ilə bağlı, İsrail ilə bağlı düzgün siyasət budur ki, deyir ki, gəlin Azərbaycanla danışın da və demək Türkiyədə deyir ki, filan ki, gəlin də burada söhbət olun. Birinci budur ki, İsrail. Gələk o hayaşuya getməyə. Azərbaycan torpaqlarında, Türkiyə torpaqlarında Kürt dövləti yaratmayın. İsraillər, Yahudilər, bizim millət, Türk milləti, Yahud millətinə qarşı deyir. Biz birlikdə imperialımız olubdur, birlikdə yaşamışıq, yaşayıbsınız bizim torpaqlarda, yine də yaşayırsınız. Gedib bir avuz farsı gətirərsən, ay nəm şah gətirir, nəm filan və bir avuz teröristləri gətirəcəksən, ermənini, bağışla onu istəyəm. Kürdi, Türkiyədə Kürt dövləti yaradırıq. Hər şey göz qabağındadır. Və oradan da bir yana basacaqsa Azərbaycanın batısına, güneydə. Burada demək ki, ehvalcasına bir dənə burada bir növrəsini qoyaq, fedrə yaradırıq. Fedrə yaradırıq, mən demirəm, özləri deyirlər, biz Suriyədə fedrə yaradırıq, filan yaradırıq. Salam, hər vaxtınız xeyir olsun, dəyərli Media Türk TV izləyiciləri. Gündəm Masada verilişinin bugün olan növbəti buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmail da hər zaman olduğu kimi regionda və dünyada baş verən ən son gərgin prosesləri müzakirə etməyə çalışacağıq. İlk sanilərdən isə ənənəvi ricamızı bir daha xatırladırıq. Solda like, yəni bəyənmə, sağ tərəfdə isə kanalımıza abunə olun işarəsi var. Mütləq hər ikisinin üzərinə toxunmağı unutmayın ki, müzakirə edəcəyimiz önəmli və gərgin proseslərdən sizinlə bərabər daha geniş auditoriya məlumatlı ola bilsin. Bu saat olan buraxılışımızın isə dəyərli qonağı Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başkanı Əjdər bəy Tağızadədir. Hər vaxtınız xeyir olsun. Əjdər bəy, xoş gördük və dəvətimizi qəbul edib studiyamızda olduğunuz üçün təşəkkür edirik, minnətdarıq. Əjdər bəy, çox önəmli, gərgin proseslər regionumuzda hər tərəfli şəkildə hiss olunmaqdadır. İrana təhdidlər artır və Donald Trump sürətli proseslərin getdiyi bir ərəfədə İrana növbəti bir xəbərdarlığını edir ki, ya bizim şərtlərimizi qəbul edəcəklər, əks halda isə İrana sərt cavablar və zərbələr endirmək məcburiyyətində qalacaq. Aprelin 12-sində Omanda Amerika Birləşmiş Ştatları nümayəndə heyəti ilə İranın rəsmilər arasında görüşün keçirilməsi gözlənilir. Konkret bu görüşdən sonra artıq bəlli olacaq ki, Amerika Birləşmiş Ştatları və İsrail İranla bağlı siyasətlərində nə kimi fəaliyyətlərə yol verəcəklər. Yəni İran Amerika Birləşmiş Ştatlarının İsrailin tələbləri qarşısında geri çəkiləcəksə, şərtləri qəbul edəcəksə, hücum senarisi təxirə salınacaq. Əgər bu şərtlər İran tərəfindən qəbul edilməyəcəyi halda isə ikinci variant şübhəsiz ki, İranın zərbələrə məruz qalmasıdır. İsrail də bunu gözləyir, hər tərəfli olaraq proseslərə hazırdır. Şərtlər isə əvvəlcədən də söylənilib. Nüvə proqramı, nüvə layihəsi, uranın zənginləşdirilməsi məsələsindən İran geri çəkilməlidir. Yəni bu siyasətə, bu kimi fəaliyyətlərə nöqtə qoyulmalıdır. Əgər İran bunu qəbul edəcəksə, o zaman hücumlar təxirə salınacaq və ya bugünkü, belə deyək ki, bu təhdidlər müəyyən qədər aradan qalxacaq. Əgər yox, İran bu seçimi etməyəcəksə, bunu qəbul etməyəcək halda isə olacaqlar bəllidir. Hər halda bunun regiona, bizə təsirlərini müzakirə edəcəyik. Bir tərəfdən də Rusiya-Ukrayna savaşında qaldığı yerdə davam edir. Antalya şəhərində Türkiyənin sayıca dördüncü diplomatik forum keçirilir və çox önəmli tədbirə qardaş Türkiyəyə sahibliyidir. Azərbaycan prezidenti də tədbirdə və Azərbaycan rəsmi nümayəndə heyəti iştirak edənlər arasındadır. Və ümumiyyətlə bu hadisələr Türkiyənin də regiona baxışını sürətli olaraq proseslərin içərisində yer almasını da ön plana çıxarır. Qardaş ölkə belə bir tədbirə ev sahibliyi etdiyi halda Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna dünyanın müxtəlif yerlərindən səfərlər diplomatik forumda çıxış etmək, hətta Ermənistan Xaricilər Nazirliyi tədbirə qatılanlar içərisindədir. Yəni bu tədbirin əhəmiyyəti çox böyükdür. İndiki dünyadakı bu gərginliklər dövründə məhz belə bir tədbirin həyata keçirilməsi qardaş Türkiyənin regiondakı nüfuzunu, gücünü və rolunu bir daha ön plana çıxarır və Azərbaycan da Türkiyənin yanındadır və bu tədbirdə də iştirak edirik. Ümumiyyətlə baş verənlər çoxdur. Ermənistanda sərhədimizdə təlimlər keçir. Sizin də bu barədə fikirlərinizi öyrənəcək. Ancaq qısa bir video material var sizlərin Əjdər bəy. O materialda izləyək, tamaşaçılarımız üçün hadisələr tam olaraq anlaşılıqlı olsun ki, nə baş verir, nələr olur və bunların içərisində biz nələrə toxunacağıq. İran baxmayaraq ki, hədələrə məruz qalır, vurulması məsələsi ön plandadır, amma bir tərəfdən də Ermənistana gəlib belə deyək, yardım əli uzatmağa çalışır, silahlandırır və təlimlər keçir. Öz başı dərdədir, öz başı bəladadır, amma bütün bu problemlərlə uğraşmaq yerinə öz daxili məsələlərini həll etmək əvəzində gəlib Ermənistanın yanında yer alır, təlimlər keçir və sanki böyük bir savaşa hazırlaşırlar. Bilmirəm, bu nə görüntüdür, necə edəcəklər və çox maraqlıdır ki, sizlə də verilişin əvvəl qısa bir müzakirəmiz oldu. Xanım Fatiməyə Zəhranın və Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləmin qızının adını belə orada durmadan təkrar edirlər. Ya Zəhra, Fatiməyə Zəhra gəlib onlara kömək edəcək, İrana və Ermənistana. Görün, dini hansı səviyyəyə gətirib çıxarıblar. Bu əslində İslama təhqirdir. İslamı gözdən salmaq üçün İranın növbəti bir siyasətidir. İstərdim o görüntünü izləyək, daha sonra ətraflı şəkildə Əjdər bəy sizin fikirlərinizi eşidəcəyik.
نیروها آماده می شدند برای برگزاری یک رزمایش بی‌نقص. رزمایش صلح مشترک نیروهای مسلح دو کشور جمهوری اسلامی ایران و ارتش ارمنستان با عنوان رزمایش صلح که هر کشور با نیروهای مسلح خودش در خاک خودش رزمایش تاکتیکی خودش انجام میده. رزمایش صلح با تبرک و تأسی از نام مبارک حضرت زهرا سلام الله علیها آغاز شد. یا فاطمه زهرا، یا فاطمه زهرا، یا فاطمه زهرا. برای این رزمایش از لشکر 31 عاشورا یک گردان تکاور برای اهداف مشخص شده پیش بینی شدند. این رزمایش با هدف تقویت امنیت مرزهای دو کشور علیه گروه‌های سازمان یافته غیرقانونی برگزار شد. این رزمایش بعد از 2 روز با موفقیت به پایان رسید. محمد رنگساز. Hər halda material fars dilində süjetlər yayılsa da, burada anlaşılan ifadələr var idi. Məhz İslamın dini şəxsiyyətlərin adları yenə də İranın belə bir həyata keçirdiyi təbliğatda istifadə olunur. Necə ki, biz xatırlayırıq, Azərbaycan prezidentini təhqir etmişdilər, Türkiyə dövlət başına əleyhinə fikirlər səsləndirilmişdi İranın mollalarından biri tərəfindən və orada da belə deyək, dini səpkidə müəyyən fikirlər söylənilirdi. Daha sonra Azərbaycan dövlətimiz və dövlət başçılarımız, türk dövlətlərinin rəhbərləri hədəfə alınırdı. İran yenə də Ermənistanın yanında yer alaraq dini şəxsiyyətlərin adlarını da istifadə etməyə çalışır. Bu həm İslama vurulmuş, belə deyək ki, İslamın kölgə altına salınması, İslama bir təhqirdir və belə bir ölkədə özünü İslamın təəssübkeşi, İslamın arxadayağı kimi göstərməyə çalışır. Yəni, İslam hara Ermənistanın terrorçu bir dövlətin yanında yer alıb, Azərbaycana qarşı savaşı onları hazırlamaq ara. Əjdər bəy, deyiləcək sözlər çoxdur. Fars dilində danışılıb, sizin də tərcümələriniz olacaq onun üzərinə. Nə demək istəyirlər? Buradakı materialda hansı sözlər söylənilir? Məqsəd, plan nədir? Teşekkür ederim Heydər bəy. Heydər bəy, bu demək ki, bu Tehran rejimidir. Fars şovinistinin 21-ci əsrdə ortaya çıxartdığı bir rejimdir. Yəni bunlar demək ki, dini də, İslamı da hər bir şey kullanırlar, şiəçiliyi də hər bir şeyi. Və bir məsələ var ki, bu günləri bu İran adlanan yerdə olan bu rejim, bu hakimiyyət demək ki, belə baxır bu İran adlanan yerdə millətlərə, insanlara, toprağa, hər şeyə, quşa, daşa, hər şeyə ki, yəni bu demək ki, savaşda bir türlü savaş kimi şeydə ələ keçirtmişik. Yəni İran adlanan yeri bu bir dəstə malladır. Əlbəttə, bunu da kim salam salavatla bu farslar gətirib qoymuşdular başlarına. İndi özləri də bilirlər ki, öz boğazları ipə düşübdür. Farsın özü də, at da gedir, ip də gedir. Yəni bu həmin adamıdırlar ki, orada İran adlanan yerdə mən bunu gözümlə görüb gəlmişəm. Siz də 90% çıxdınız buna oy verdiniz. Siz də bu mallaları itələngəsi kimi sürüdünüz, gətirdiniz də. Siz də belə. Belə bu molladır da, Quranı qoltuğuna vururdu gözümüzün qabağında. Demək ki, 80 dənə şallağı, ya Zəhra, ya Hüseyin, ya Əbəlfəz deyə Quran dedi, Quranı saldı, Əbəlfəz deyə vururdu. Ya Hüseyin deyə, ya İmam Zaman deyə xalqın 10 yaşında qızını zorlayırdılar. Hamınızda o işçidə bu əliniz vardı, hamınız əliz vardı. Kimsə bu rejimə qulluq edir, başdan ayağa. Hamısının əli vardı. Və bu günlərdə çıxır demək ki, biri də çıxıb demək ki, hayasızlar. Bu yazın vaxtında. O topraqlar, o dağlar, o daşlar bilirsiniz kimin toprağıdır. Türk toprağıdır, Azərbaycan toprağıdır. Gəlibsiz, doğada heyvanların demək ki, yumurtayan, bala qoyan vaxtı bağlayıbsınız, topağa bağlayıbsınız, vızıldadırsınız orada. Ki nə olsun, nə olsun? Nə var ki, demək ki, Azərbaycan, neçə gün bundan əvvəl bəlli oldu ki, Azərbaycan, İsrailə deyir ki, ya İsrail, sən demək ki, Türkiyə ilə yola getməlisən. Neçə həftədir nə vardı o qoşunu yığıb ki, nə gətirib o dəmir dümürü Araz kənarına Azərbaycana qarşı. Ayda demək ki, İsrailin Azərbaycanda düşərgələr vardı. Gəlmiş onu vuracaq, ondan savaş başlanacaq. Ondan sonra da demək İsrail Azərbaycan üzərindən və yaxud Amerika İran adlanan yerə hücum gətirəcək. Axı, nə deyirsiniz, B2-lərin nə ehtiyacı var Azərbaycan? B2-ləri sən görəcəksən, o gedib Diago Qarsiyada oturub 5000 kilometr o ənlə gələcək. Ya bu günlər demək ki, Tromen gəmisi, o bugünkü gəmi ki, bu günləri gəldi, girdi ora. Onlar, bu araya nə daxlı var, Azərbaycan nə daxlı var? Azərbaycan bir dənə düzgün siyasət yürütdü və bəzi dostlar da yanlış siyasət yürüdürdülər. O da nə idi ki, hökman gəlin gedək demək ki, biz də İsraillə savaşağın, ondan sonra Tehran rejimini burada törətdi ki, bu oyunlar ki, çıxardıbdı yan qruplar, ondan sonra terörist qruplar, biz də qatılağın, bunlar imperiya yaradırlar, bunların bir huliyası var, Fars da, Mallası da, hamısı da, Əcəmi də. Ay demək ki, Əhmənilər imperiyası varmış, böyük İran varmış, bu dənizdən o dəniz elə, bu erməninin də başına soğurlar onu.
Bu Kürt teröristlər də vardı. Ondan sonra biz də demək ki, Livanı da tutmuşuq, Suriyanı da tutmuşuq, İraqı da tutmuşuq, Yəməni də. Millətləri də beçara elədiniz, abrız da getdi, özdə bir dasından mallacığaz. Bu Xameneyi də əmr müştəbə olmuşdu bu adama ki, dünya şiələrin, dünya müsəlmanlarının bunları. Sən bir simdik də deyirsən İslam dünyasında. Bir simdik deyirsən. Ay nə deyirsən Şiə hilalı ay paraziti düzəldəcəyik. Başlayacaq Livandan, Türkiyədən, ondan gələcək Qafqazlara, Azərbaycandan, Keşmirdən belə, Pakistandan, Əfqanistandan belə çəkilin gəldik. Özləri də deyirdilər. Deyirdilər o Qasım Süleymanı ki, Trump vurdu, onu demək ki, katlet elədi. Ay Qasım Süleymanı 6 dənə ordu yaradıb. Ben oldu indi düşümsən Xameneyi. Dədəbədəyə düşümsən deyirsən, yox, bizim elə şeylər yoxudur. Sən gəvəz eləyibsən bunları. 6 dənə ordumuz var, Haşadı Şəhəbimiz var, Hizbullahımız var filan var. Ben oldu indi? Dədəbədəyə düşümsən ben. Hamid sənə, öz ətrafındakiler gör sənə nə deyirlər? Zindanda işkəncə altında olan adam gör sənə oradan nə xəbər göndərir? Qadınları görür, qız qadınlar deyirlər, da elə əgər belədirsə, elə bizə çıxacaq Yəmənə zada da. Sənin deyəm adamlar. Və yaxud sənin o dar dəstəyin ki, 30 il bundan qabaq, 40 il bundan qabaq daraşırdılar cəmaata hücuma. İndi qorxundan özünü onlar daşıyırsınız maşınlarına tökürsünüz o Xumeyninin məzarlığına, onlar da ağlayır. Ağa, sən gedəndən sonra gör başımıza nələr gətirirlər. Hə? Mazavda nə deyir? Qaşıq dəyib o zadın dibinə, qazanın dibinə. İndi nədir? Yine Ermənistan yadına düşüblər. Ermənistan it günündədir. Onun da demək ki, Vardaniyanı da, o da məhkəmədə. Desələr iməhləyəcək, desələr uluyacaq, desələr şöngüyəcək. Və demək ki, onu kim yollamışdı bura? Putin yollamışdı. Aynen Putin gələr, o Trump deyə şişirdir bu Putini. Putin ilişib, Ukraynada qalıb, böyük millətinə. Millət oldu, dövlət oldu, savaş deyil. O Zelenski də, o Zelenski. Hamı belə əvvəldə baxır, deyir, teatrda, kinoda oynayı filan, nə oldu? John Wayne oynaya bilərdi, ondan sonra Reagan oynaya bilərdi, ondan gəlib demək ki, o boyda prezident ola bilərdi. Zelenski ola bilməzdi. Oldu, yaxşı da oldu. Və o boyda imperiyanın qarşısında dayanıb ürəyimizdən dükan çıxartdı. Və bir sözlə də dedilər, biz Qarabağdakı o təcrübəni götürdük. Gördük, bu Rusa qalib gəlmək olar. İndi gəlirsiniz demək ki, nə deyirsiniz, o qırıq sözümüzü yığınız burada erməniyə ki, gəlib danışır deyə gəlmişik, iki ölkənin təhlükəsizliyini teröristlərdən, hər iki elə teröristsiniz də. Ermənistan da teröristlidir. Ne eləməyib Ermənistan ki Azərbaycanda? Və ne eləməyib bu daşnaq küllü dünyada? Avustraliyadan Amerikaya qədər, Amerikanı deyirəm ha, və Avustraliyada həmişə terör ediblər. Zindanlarda, məhkəmələrdə hər zaman terör ediblər. Azərbaycan bağımsızlığını bərpa edəndən sonra yine də əl çəkdilər Türkiyədən daraşdırar Azərbaycanın canını. Metro partlatdılar, avtobus partlatdılar, terör elədilər. Terörist səndə bə nədir? Ona görə də Tehran rejimi də dünənləri Arjantinada Sebastian Prokuror Xameneyini verib neçə illərdir bu dava gedir. Orada getdilər, partlatdılar İsraillərin mədəni mərkəzini Ameyada, Buenos Aires'də 87 nəfər, 83 nəfəri öldürdülər, 300 nəfərə kimi də yaraladılar. Kim elədi bunu? Əmri, fitvanı Xameneyi vermişdi. Rəfsənzani, Xameneyi, Fəllahiyan, o demək İnqilab Qvardiyasının başçısı, nə deyirsiniz, o adam cinayətkar və bir neçə vilayəti, bunlar hamısı. İndi də adam çıxıb demək ki, o prokuror İsrağa gün və qərar çıxardı ki, bu Seydəli Xameneyini sürüyüb gətirmək məhkəməyə lazımdır. Bu cinayət eləyib, əmri bu veribdi. Düz deyir. Niyə? Bu Xameneyi hələ bu İran adlanan yerdə 45 sənə bundan öncə Sayın Heydər bəy, inqilab olmadan bu Xameneyinin gizli, cihad, İslami, dünya terör təşkilatı var idi. Bunlar İran adlanan yerdə gedirdilər, kino mərkəzləri, mədəni mərkəzləri yandırırdılar. Görün ki, Məhəmməd Rıza, hər nə, Türk düşmanı idi, ondan diktator idi, adam yiyən idi, Məhəmməd Rıza şah, amma belə də ağılsız deyildi ki, öz hakimiyyəti dönəmində gedə demək ki, nə deyirsiniz, kino mərkəzlərini yandıra, teatr mərkəzlərini yandıra, elə deyirdi axı. Bunlar nə edilər? Yandırırdılar şəhər və sonralar özləri də etiraf elədilər inqilabda, yandırırdı ki, millət nifrət eləsin, əmin-amanlıq bozulsun. Getdilər Abadan şəhərində, Əl-Azla, Ərəb bölgəsində. Abadan şəhəri Abad yeridir, neft zalı, doğru. Orada bir dənə kino mərkəzini yandırdılar. 400 nəfər də adam içindeydi. Qapısını bağladılar. Ondan sonra benzini doldurdular içəri, kirpi də vurdular. Kim elədi? Gələcəkdə bu Xameneyinin sağ əli, Xumeyninin sağ əli, inqilabın demək ki, baş prokuroru Musəvi. Azərbaycanlı idi. Bakıdakı o 5 qəpikli zatlar var, siyasətçilər. Qardaş, bu da Türkdür da. Türkdür də 150 dənə Təbrizdə qızı zorladı. Baş prokurorudur.
Axırda da elə o əməlinə görə rejimdə, bu da indi gedib olub ilimli qanat. Bilirsən kimin qanatındadır? Bu Puzbəndiyan, bu Pezeşkiyan qanatında. Getdi sinemanı, sinema Reksi Abadan Reksi sinemasını yandırdılar. Və o adamları ki göndərmişdilər siz, bu Xamenei eləmişdi. Fitva, gəlib bir dənə fitva alasan molladan ki, ağa yandıraq ya yox, get yandı, belə narahat olma, mən danışmışam, hə. Mənə yandırdılar 400 nəfəri orada, sızlığını çıxartdılar. O yandıranlara da dedilər, siz qasını gedin ərağa, şah aşandan sonra gəlir. Şah aşandan sonra gəldilər bu işin içi açılanda, həmin bu Musevi prokuror, bu cinayətkar Təbrizdə ki, belə adam qırıb deyil, minlərcə adam qırıb. Getdi orada məhkəmənin sədrdə özü yolu, gəlin görək bu uzadı, bu kino mərkəz teatrı kim yandırıb? Bu adamların da birinci gəlbi dedi, sən dedin, biz yandırdıq. Onu da edam elədi, bunlar o qədər hayasız. Xamenei dedi, hər kəs Trumpla danışsa şərəfsizdir. Və gördün şərəfsizimizsən, indi danışırsan, nə oldu ki, sən həmdə hara büyür ara? Və deyil, özəlliklə bu Trumpla. Bu Trump gələ öldürülər. Getdi 2 dəfə terörləs. Elə bilirsiniz, bu sarılar yadından çıxardılar bunlar. Elə deyil. Heç vaxt yadlarından çıxartmır. Amma bilirlər nə cür hərəkət eləsinlər. Nə qədər hövsələ göstərsinlər. İndi sizdən kimi salıblar təliyə. Ona görə də bu günləri gəlir erməni ilə. Deyirsən, erməni 3 günlə düşübdür. Erməni 3 günlə düşüb. Danışıq da gedir. Ondan sonra Vardaniyan, Şirdaniyan yaddan çıxdı. Ay o belə olsun filan. Yox, elə deyil. İndi də deyirlər ki, bax ha, o Lavrovun hədə qorxusu gəlir ha. Amerikası da, NATO'su da, Avropada, Almaniyada bu ermənlərə deyir ki, gedin Azərbaycandan barışın. Azərbaycandan barışın. Bu Putin bir zərrə oradan canı qutara, amanızı qıracaq. Niyə? O təsməni ki, boynunuza salıb, əl çəkməz ha sizdən. Hər nə olmuş olsa belə, hər nə olmuş olsa, erməni bizimlə düşmanıdır, qalib gəlmişik, savaşmışıq, qalib gəlmişik. Normal, yaşasın, nə işimizə, amma orada bir yarımçılıq da olsa bir demokrasi var. Niyə? Seçki var, parlament var. Bir-birini güllə ilə vursalar da, o Paşinyan nədir, küçədən gələn adam biridir da. Amma deyirsən, boşundan zor oldu, hələ məğlub da oldu ki, oradadır. Deyirsən, burada bir şeylər var. Batı dünyası da deyir ki, bunu oradan büzülüklər, bu Putinin əlindən nə cür olsa bu tikə bunları qopardaq. Bu nə qədər təhlükəlidir, bu Rus imperiyası nə qədər təhlükəlidir. Siz elə bilirsiniz ki, Trump çıxıbdır bu neçə həftədə deyir, ay Putin belə filan. Və nə oldu o, Heydər bəy, nə oldu o, Haykü niyə yatdı bə? Nə oldu bə? Dedilər ki, oradan da, Avropada, Zelenski'da filan dedi, çoxdur ki deyirsən. Trump da dedi, səs eləməyim, mən bunun bu istəyəmcinin boynuna xaltanı bağlayam. Belə. Və bu Putini, Putin də belə göstərirdi ki, yox deyil, qalibdir, ondan Trump demiş ki, əli kartla doludur, elə deyil. Rusiyadan Rusiya millətinin zadına baxın. Açıq göz üstəyi baxarsan ki, o gizli çəkilir filmlər, bilməyəm siz görürsünüz yox, Rusiyada millətdən, millətin özündən danışılan, çəkirləri gizli filmlər çəkirlər filan. Baxanda deyirsən, deyir, bura haradır? Bura Rusiyadır. Nifrət eləyirlər bu adamdan. Hər şeyi öldürübdür. Bu da adamdılar da, Rusdular da, adamdılar. Ona görə də bu günləri Tehran rejimi gəlib ki, bu haydi da, siz Antalya'dan danışırsınız. Türkiyə deyir ki, bura bax Putin, istəyirsən, ay Amerika, vaxtı ilə oldu, gəlin burada, danışıqlar burada olsun. Və bir də bir şey var ki, yaxşı addım, o nə deyirsiniz, budaq eləməyim söhbəti. Yəni burada budur ki, İsrailə də bir mesaj ki, İsrailə, gəlirsən Azərbaycana, Azərbaycan dövlətinin yürütdüyü bu, son bu bir ildə özəlliklə, Qazze ilə bağlı, İsrail ilə bağlı, düzgün siyasət budur ki, deyir ki, gəlin Azərbaycanda danışın da və demə Türkiyədə deyir ki, filan ki, gəlin də burada söhbət olun. Birinci budur ki, İsrail. Gərək o hayaşuya getməyə. Azərbaycan torpaqlarında, Türkiyə torpaqlarında Kürt dövləti yaratmayın. İsraillər, Yahudilər, bizim millət, Türk milləti, Yahud millətinə qarşı deyir. Biz birlikdə imperialımız olubdur, birlikdə yaşamışıq, yaşayıbsınız bizim torpaqlarda, yine də yaşayırsınız. Gedib bir avuç farsı gətirərsən, ay nəm şah gətirir, nəm filan və bir avuç teröristləri gətirəcəksən, ermənini, bağışla onu istəyəm. Kürdi, Türkiyədə Kürt dövləti yaradırıq. Hər şey göz qabağındadır. Və oradan da bir basacaqsa Azərbaycanın batısına, güneydə. Burada demək ki, ehvalcasına bir dənə burada bir növrəsini qoyaq, fedrə yaradırıq. Fedrə yaradırıq, mən demirəm, özləri deyirlər, biz Suriyədə fedrə yaradırıq, filan yaradırıq. Və biz də bunların hamısının senaryonu görürük ki, İran adlanan yerdə hamı bilir ki, daş üstə qalmayacaq. Daş üstə qalmayacaq. Sabahları, 6-cı gündür. Oman'da, Məskatda, demək ki, Tehran rejimi hələ deyir ki, birbaşa danışıq aparmayacaq. O yandan da Trump, dünən gecə. Trump da xaricənə deyir ki, bura bax, birbaşadır. Yəni, Vitkov sabahları uçub indi də hətməndə, uçur Məskətə, orada oturur, o, nə deyirsiniz, Əraqçı da
Gəlir Əraqçı İsrağa gün İran adlanan yerdə bu rejimin içində bir dənə yarış var. Əhmədinəcad dönəmində yarış vardı. Əhmədinəcad getdi Amerikada bir müddətə qalmışdı. Əhmədinəcad dedi Amerikalılarla danışığı mən aparım. O birisi qanat dedi yox, onu biz aparaq. O Rohani dönəmində deyilədilər. Danışığı kim aparsın? Özləri yəni. İndi də bu Əraqçı da önləri demək tələskən oldu. Bir dənə şəklini qoydu Vitkovla test. Mən aparacağam danışığı da. O jurnalist xanım da soruşur ki, axı bu danışıq birbaşa olacaqmı ya dolayısı yolla? Yəni oturacaq duvarın o izində, sən də oturacaqsan, malda oturacaq bu boyda, pərdənin bu tərəfində, gəlin də xanım da oturacaq o izdə. Yox, birbaşa olacaq. Dedi, onun birbaşa olması, dolayısıyla olması önemli deyil. Nə oldu? Neçə illərdir Xamenei deyir, olmaz. Olmaz, özdə bu Trump'ın əslən olmaz. Özdə birbaşa heç vaxt olmaz. Nə oldu birdən-bir hamısı havanı dəyişdiniz? Özdə o qədər qorxublar ki, biraz kərəzlənirlər ondan gəliblə bizim demək ki, keçirlər arazi, gəlirlər erməninin yanında dağa, daşa, duvara güllə atırlar. Ay çəkirin biz filan eləyor, o xuxları gəlmir. Azərbaycandan 1-2-3 dəfə istədilər, o xuxdan gələrlər. 44 günlük savaşda və ondan sonra da yığdılar, gətirdilər. Elə o da Türküdür də, o Genel Qurmay Başkanı, o cinayətkar Bağırı. Gətirmişdi, durmuşdu araz kənarında füzə atacaq Bakıya. O zaman mən deyirdim, bir dənəsini at, onda gör nə olacaq. Bir dənəsini atdaydı. Türküdür də, nə oldu bu Bakıdan deyən, Türklər orada. Taydəşi tutubsuz. Ona farsça deyərlər, suraq, duara, əvəzi tutubsuz. Taydəşi tutubsuz. Ona görə bir də indi burada hayat düşüb ki, çəkilin. Puzbəndiyan, adı nədir bunun, bu quş qondurmaz, gəlir Bakıya. Nə olsun gəlir? Rəfsəncani gəldi Bakıya, Nadir bəy, Heydər bəy. Külli Bakının ətrafında kətlər dəydi bir-birinə, trafik pozuldu, avtobuslar, yollar bağlandı, Rəfsancanı gəlib, o çosa. Gözün başını bastılar söyledi. Gəlib, nəyə gəlib? Gəlib Azərbaycanla Erməni arasında danışıqlar aparsın. Bilirsən nə oldu? Danışıqlar apara o Yaqub Mahmudov kimi o zaman demək ki, prezident səlahiyyətlərini icra edirdi. Çağırdılar Tehrana, Şuşa getdi, Laçın getdi və gələcəkdə 7 rayonun getməsinə səbəb yaradır. Özləri də soxuldular orası silahla filandan erməninin xeyrinə. Əhmədinəcad da gəldi də o da. Gəldi burada, yedi işte Əhmədinəcad gəlir, çəkilin da filan. Bunlardan şər xətadan sonra hesab yoxdur. Bunların kimsəyə bir xeyri yoxdur. Malla kimin cinayətkar, bu rejim kimin cinayətkar yoxdur. Rəhimsiz, ədalətsiz, cinayətkar, tamaxor, qarımba, tənbəl. Bunlar odular. İndi belə olub ki, biz Türkük, Azərbaycanın güneyində, mən demirəm, bunu demək ki, o Urumiyədə Kürd bir yandan baskı gətirib, Tehran rejiminin mediası, Batı mediası bir yandan, o yandan rejimin özünün tulaları, mallası ilə dolublar Urumiyə. Orada amma birdən-birə bir dənə möcüzə baş verir. O millət, o Türk milləti, o Azərbaycan Türk milləti. Oradan birdən-birə yüz minlərcə hərəkətə keçir, çıxırır, bozqur qaldırır, çıxır, haray-haray Türkəm, mən Urumiyə Azərbaycandır. Malla da qaçdı, Kürd də qaçdı, filan da qaçdı. Yəni niyə? Məsələ buradadır. Bu günləri İran adlanan yerdə biz Türkük. Azərbaycanın bağımsızlığını qoymuşuq Türk olaraq. Bunlarla bir yerdə oturmaq olmaz. Bunlar təhlükəlidirlər. Bunlar bir dövrdə apararlar. Necə aparıb indi darısqal yerə soğurlar. Sən Trump'la zarafat edirsən. Trump da indi belə təhliyyə bu Tehran rejimini. Avropa deyib mənlikdir, özün eləyirsən elə. Deyim, mən Trump'ın bir dənə adəti var. Deyin ki, sən elədin. Bax, Trump, filan demən yaxşı oğlanam, hər şeydə mən eləyəcəyəm. Bu arada uşaqlığından belə idi, qardaşları ilə də belə olubdu. Bax, mən eləyəcəyəm hər şeyi. İndi də deyir ki, bax, mən eləyəcəyəm də bu işi. Biziniz də eləyirəm, siyasəti də yapıram. Dünyanın da ağası mənim. Ya çıxardaram bir gündə çıxardaram 145'ə, 155'ə. Çinlilər biraz danışsa, deyir, bax, 20% apardım, o gümrüzatlarını aparam yuxarıya. Dümənəm də belə. Ona görə bu günlərdə istəyək ki, hələlik dünyanın ağası mənəm. Və də, bu hamı da bunu bilir. Və gəlib indi Tehran rejimini hər tərəfini salıb tora. Və istəyək göstərək ki, bax, mənəm Trump. Mən bu rejimi ki, 45 il bu Amerikanın səfiricini tutdu, Amerikanın demək ki, əskərlərini Livanda partlatdı, öldürdü, Dəhranda öldürdü, Arjantinada öldürdü, hər yanda oğurladı, ondan filandı. Həməşə də Amerika bayrağı yandırdı, Haması, Hizbullahı, hamını, Housiləri daraşdırdı canımıza hamını. İndi bax, mən bunun canı, özlə bir şeylər gətiriblər ki, hələ bir 52 dinə mütəyyarələr, hələ o gəmilər, hələ Trump dünənləri deyir ki, bizdə bir silahlar var, hələ cəmaat bilmir, onlar nə mənədir. Nəmə nədir? Tehran rejimində qorxusundan demək düşüblər dala, qasır tacimdə peyğəmbərlərdən zerdicə yapışır. Qasıb Ermənistan, gəl səndən bizdə bizat keçirdə, tədbiqat keçirdə filan edir. Deyirsən, dünya o tutub yanır, Suriya bir yandan ayrı məsələdir. Avropa bir yandan filan məsələdir.
Avropa dedilər ki, ay Trump təhlənib. Trump da dünən dedi ki, yaxşı. Mən demişdim Avropalılar hamısı yerə zat verərlər. O gümrük haqqını verər. Dayandırdım. Elə Çinlə hələ hesab edilib. Avropalılar da oxuyun, nəfəsimizi alıyın. Deyəcəm, bu manevrlər gedir. Deyəcəm, bu kasa küzək kimin başında sınacaq. Şimdi bu İslamı xəşləyibdir, hər şeyi xəşləyibdir, məsələ filan, insanları bir-birinə salıb, bölgəni terrorla doldurubdur. Ondan sonra Bin Ladeni də, Əbu Bəkiri də, ondan Əl-Şədadı, hamısının demək ki, başı bunların əlindəydi. Tehrandadır, ilanın başı Tehrandadır. Ona görə də bunlar fəqət bir şeydəndir. Hər bir şey olur və təəssüf bir şeydir. Bunlar 30 il bundan qabaq, Heydər bəy, həmişə deyirlər, Azərbaycanı Livana çevirəcək, Azərbaycanın Cumhuriyyəti deyirlər. Heç vaxt Azərbaycandan bunlar fars olaraq, rejim olaraq, mallı olaraq əl çəkəsi deyirlər. Ona görə də Azərbaycan demək həmişə əlində o kasa olmalıdır. Kasa olmalıdır ki, bunları və İsrailə gəldiksə, mənlə bu tribundan söyləmişəm. İsrailə gəldiksə, bayaq da söylədim. Yəni İsraildə istər Netanyahu olsun, istər ki, demək ki, oradakı ağıllar olsun, bilməlidirlər ki, Türk milləti ilə, Türk dövləti ilə sənin nə işinə? Türk dövləti ilə sənin nə işinə? Türk dünya sənə ki, münasibət pis deyir. Amma